Salam, kanalımıza xoş gəlmisiniz. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bugün sizə çox ləzzətli bir biz resepti təqdim edirik. Bunun üçün bizə lazımdır 6 yemək qaşığı yulaf əzməsi. Üzərinə 2 ədəd yumurta əlavə edirik. 4-5 yemək qaşığı süd əlavə edirik. Biraz duz əlavə edib yaxşıca qarışdırırıq. Və 5 dəqiqə gözləyirik ki, yulaf əzməmiz yumuşasın. Kənarda isə zəif ocaqda tavamızı isinmək üçün qoyuruq. Üzərinə biraz bitki yağı əlavə edib fırça ilə yağı hər tərəfə yayırıq. Yulaf əzməmiz yumuşaldıqdan sonra isə qızmış tavamıza məhlulumuzu əlavə edirik və ağzını örtüb 15 dəqiqə ərzində bişməsi üçün gözləyirik. 15 dəqiqədən sonra bişmiş yulafımızın digər üzünü çeviririk və çevirdikdən sonra isə ilk öncə tamak pastası əlavə edirik və tamak pastasını bərabər şəkildə yayırıq. Siz istəsəniz istənilən pomidor presindən istifadə edə bilərsiniz. Daha sonra biz çeri pomidorlarını xırda-xırda doğrayıb əlavə etdik üzərinə, pizzamızın üzərini bəzəmək üçün və qarğıdalı konservasından istifadə etdik. Siz istəsəniz bişmiş toyuq əti, göbələk və digər ingredientləri də əlavə edə bilərsiniz. Sonda isə üzərini mozzarella pendiri ilə doldururuq. Çünki biz çox pendirlə sevirik. Xırda mozzarella pendirindən və kub şəklində doğranılmış mozzarella pendiri də əlavə edib ağzını örtürük və 15 dəqiqə yenidən bişməsi üçün gözləyirik. 15 dəqiqənin tamamında isə nəticə çox gözəl alınır. Pizzanın, belə deyək, pendirləri çox ləzzətlidir, çox gözəl dad verir və heç deməzsiniz ki, bu yulaf əzməlidir. Ümid edirəm ki, siz də edib bəyənib fikirlərinizi bizimlə bölüşəcəksiniz. Diqqətiniz üçün təşəkkür edirik. Kommentlərinizi, bəyənilərinizi və dəstəyinizi gözləyirik.